Salamlar, sizləri İnnovativ Təhsil Mərkəzindən xoş gördük. Mən Anar Həsənov. Bugün dostum və müəllim yoldaşım olimpiyadaçı Camal müəllimlə bir neçə olimpiyada suallarının müzakirəsini edəcəyik. Və burada məlumat verim ki, bugündən etibarən təhsil mərkəzimizdə riyaziyyat olimpiyada hazırlıqlarına start veririk və inşallah onun da qeydiyyatını başladırıq. Və dərsləri Camal müəllim keçəcək. Camal müəllim illərin peşəkarıdır. Bütün, belə deyim, təhsil ömründə ancaq olimpiyada işləri ilə məşğul olub. Neçə ildir Camal müəllim siz dərs keçirsiniz? 7 il var. 7 il var və mən özüm elə Camal müəllimi 2012-dən 13-dən tanıyıram. Bu adamın ancaq işi peşəsi belədir, olimpiyadadır. Yəni riyaziyyatda olimpiyada deyən kimi Camal müəllim yada düşür. İndi biz bununla birləşmişik, bir neçə sualları müzakirə edəcəyik. Birinci sualı mən izah edəcəm, ikinci sualı inşallah Camal müəllim izah edəcək. Deməli, belə bir maraqlı sual var. Sualda deyilir ki, f(r)dən r-ə gedən bir funksiyadır və bu münasibəti bizə verir, bu bərabərliyi verir və bizdən f0 istəyir. Deməli, f0 istəyən kimi, təbii ki, biz x-in yerinə ilk öncə 0-ı yazarıq. Onda alarıq f(f)0 bərabərdir 0 çıx 0 üstəgəl 1, yəni 1. Onda fikir verirsiniz, burada mürəkkəb funksiyanın başı vardır, yəni f-in içərisinə bir dəfə də özün yazır. Onda f(f)0-dan f0 mənə xatırladır ki, x-ə bir f0-da ver, gətir yerinə qoy. Onda nə var o zaman müəllim? F-in içərisində də bir dənə də f(f)0 bərabərdir f0 kvadrat çıxılsın f0 plus 1. İndi fikir verin, f(f)0 burada nə idi? Fikir verin, 1 idi. Onda bizim bərabərimiz olur f1 bərabərdir f0'ın kvadratı çıxılsın f0 plus 1. Görürük ki, f0'ı tapmaq üçün gərək bizə f1 də lazımdır. Onda yenidən qaydırır. Bax, burada ikinci hissəyə keçirəm. X-ə bu dəfə də 1 verirəm. Onda 1 verəndə bu dəfə də olur f(f1) bərabərdir 1'in kvadratı çıx 1, 0 qalır. Qalır orada ən son nəticədə 1. Yenidən bax, bayaqkən olacaq gəlib çıxırıq. Onda yenə də yuxarıda x-in yerinə f1 yazsam, onda necə olacaq? f1 bu dəfə rahat olacaq. Bərabərdir olur f1'in kvadratı çıxılsın f1 plus 1. İndi fikir versək, f1 nəyə bərabər idi bizdə? 1'ə. Onda bu bərabər olur f1'ə. Elə daha bir dəfə belə yazdıq, təkrar köçürmədir. Onda f1'i sol tərəfə atsaq, f1'in kvadratı çıxılsın 2f1 plus 1 bərabərdir 0 olur və bu da elə müxtəsər vurma düsturu bizə xatırladır. F1'i də nə tapırıq? 1. İndi f1'i tapardıqsa, gətiririk bunu, harada yerinə qoyuruq? Buradan. İndi f1'in yerinə 1 qoyanda olur f0'ın kvadratı çıxılsın f0 plus 1 bərabərdir 1. Onda sağa, soldakı bu birləri islah aparsaq, alarıq belə bir tənlik və bunu da vurğulara ayırsaq, f0 mötərizə xaricidən sonra çıxardırıq, f0 minus 1 bərabərdir 0. f0 bir dəfə olur 0, bir dəfə də olur 1. Bəs yaxşı, hansını burada qəbul edəcəyik? 2000 cavabı var. Burada əsas, baxın, bizdə bu bərabərlik vardır, bax, fikir verin. Bu 1, axı burada da iştirak edir. Ona görə bu bərabərliyə biz bir fikir verək. Məsələn, tutaq ki, f0 0 olardısa, gətirib f0'ın yerinə 0 yazsaq, yenidən olur f0 bərabərdir 1. Ziddiyyət alırıq. Çünki f0'ı 0 qəbul etmişik. Amma bu bərabərliyə görə f0'ı 1 alırıq. Deməli, onda yekun nəticədə f0 nə olur? 1 olur. Belə, Camal müəllim, sən nə deyərsən bu sualın izahına? Bu sualla bağlı deyəcəm odur ki, məsələn, bu funksiyonal təmlik mövzusuna aiddir. Bu olimpiyada aktual bir sahə. Şagirdlərə maraqlı gələr ki, burada funksiya nə cür funksiyadır? Funksiyanı axtarsınlar. Kx plus b-ni axtara bilərik. Xəttidən yenə xətti çıxacaq axında. Kvadratikdən də dördüncü qüvvət çıxacaq. Bu şərtdə ödəyən funksiya nə formada olduğu biraz naməlum məsələdir. Yəni, belə suallar çox çətin olur. Ona da deyim ki, sualı mən bugün görmüşəm, bayaq Camal müəllim gətirib, yəni əvvəl həll etməmişik. Belə suallarda funksiya axtarılmır.